Dəyərli izləyicilər, son dəqiqə bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Arayik və daha 4 separatçı ömürlük məhkum edilib. Belə ki, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. Qlobal Net xəbəri verir ki, hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Levon Mnatsakanyan, David Mankunyan, David İşxanyan, David Babayan da qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Saakyan və Maddat Babayan da verilmiş ittihamlarda təqsirli bilinib. Qukasyan, Saakyan 20, Babayan 19 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini təklif etmişdi. Qeyd edək ki, Ermənistan hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmünün oxunması ilə davam edib.